Salam hörmətli Facebook izləyicilərim və YouTube tamaşaçılarım. Bakı Expo mərkəzindəyəm. Burada ayın oktyabr ayının 1-dən 7-sinə qədər 11-ci Beynəlxalq Kitab Festivalı keçirilir. Bazar günüdür. Səhər saat 10-dur. Hələ 10 tamam olmayıb. Ona görə seyrəklikdir. Gələnlər indi gəlməyə başlayır. Zalda da daxil olmuşdum. Pavilyonda kitab nümayiş elətdirənlər və satıcılar hələ indi kitabları demək yerbəyer edirlər. Hamısını çəkib göstərməyə çalışacağım. Mən özüm bugünkü günü ona görə seçmişəm ki, saat 11-də Milli Məclisin deputatı Cavanşir Feyziyevin kitabının təqdimatı olacaq. Bəxtiyar Vahabzadə zonasında. O təqdimata hələ 1 saat var. Ona görə də mən hələlik nə qədər ki, bayaq dediyim kimi seyrəklikdir. Pavilyonu çəkib sizə göstərməyə çalışacağım. Kitablar haqqında necə deyirlər, görünən kəndə bələdçi lazım deyil. Timsalında yanaşmaq lazımdır. Kitab özü bir zövq məsələsidir. İşi zavanda olsun. Kitabları isə, hörmətli izləyicilər, özünüz əgər maraqlansanız, kadrı dondurub, yaxdakı sürəti yavaşladıb baxa bilərsiniz. Hər kitab haqqında təbii ki, burada minlərlə kitab var. Məlumat vermək, mənim borcum stendləri sizə təqdim eləməkdir və ümumi vəziyyəti göstərməkdir. Hər yanda gördüyünüz kimi endirim var. Bu pavilyonda endirim daha çoxdur, 30-40% dediniz. Uğurlar olsun. Tələbə və məktəblərə 40% endirimlər. Nə gözəl, nə gözəl. Böyle. İstirahət və mütaliə üçün yəqin yerdir. Bəzi pavilyonlar hələ açılmayıb. Dediyim kimi səhər saat 10-dur. Çıraq mağazasıdır. Kitablarınız əsasən xarici dildədir, yoxsa? Amma Azərbaycan dilində də var, rus dilində də var. Aha. Xarici dildə bədii ədəbiyyatdır, yoxsa lüğətlər və s. Hər şey uşaqlar üçün, böyüklər üçün, lüğət burada var, bir neçə dənə gətirmişik. Aha, aydındır. Necədir, alıcı varmı? Əsas işiniz təqdimatdır, aydın məsələdir, sərgidir. Amma eyni zamanda satış necədir? Yaxşıdır, pis deyil. Uğurlar olsun. Çox sağ olun. Satış varsa demək işiniz uğurludur. Logos nəşriyyatı.
Bura isə Bəxtiyar Vahabzadə təqdimat zonasıdır. Təqribən 1 saatdan sonra kitab təqdimatı burada olacaqdır. Salam Lətifə xanım. Sağ ol. Bizim Vaxtınız xeyir olsun, hörmətli seyircilər. Lətifə xanım, YouTube tamaşaçılarımız üçün nəsə demək istəyirsiniz? YouTube üçün film çəkirəm, nəsə demək istəyirsiniz? Təqdimat haqqında, sərgi haqqında. Öz növbəmizdə Bəxtiyar Vahabzadə təqdimat zonasında ilk təqdimatımızı təqdim etməkdir. Bəxtiyar Vahabzadə zonası və burada indi biraz Hörmətli sərgi iştirakçıları, 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi pavilionu və həmin ilk təqdimat Çinin, Koreyanın, İranın, Rusiyanın, Türkiyənin, bunlar hamısı xarici ölkə nəşriyyatlarının pavilyonlarıdır. Hər zalda kulinariya şöbəsi də var. Şirniyyat, yəqin ki, çay, kofe. Hepsini azaltmamız lazım. Eyvallah atın. Neredeyse sadece her şey olabilir. Yüklenmek bile gerekebilir. Evet. Körpü nəşriyyatı. Salam qızım. İşiniz avanda olsun. Əsas işiniz desəm uşaq ədəbiyyatında. Uşaq ədəbiyyatı deyil, məktəb dərslikləridir. Ancaq dərsliklərdir. Birinci sinifdən 4-cü sinifə qədər, bir də 5-6. İbtidai sinif və 5-6. Bəli. Az yaşlı məktəblər üçün belə deyək də. Aşağı siniflər. Aşağı siniflər 0-cı sinifə başlayan məktəbə hazırlıq və 1-dən 4-ə kimi 5-6. Bildiyim qədər indi dərsliklər pulsuz verilir də. Yox, bunlar pulsuz deyil, satışdır. Fərqi nədir? Necə? Məktəblərdən pulsuz verilən dərsliklərdən bunların fərqi nədir? Bunlar əlavə test çalışmalardır. Aha, mən izləyicilərim anlasın deyə deyirəm. Özüm təqribən danışdırıram ki, bilsinlər. Uğurlar olsun. Çox sağ olun, təşəkkür edirəm, var olasınız. Satış varmı? Satışdır, bəli. Emir basın. Küveyt. Sağ olun. İstirahət zonası, kafe. Bakı Expo mərkəzi bilirsiniz. Çox böyük, geniş zallara və geniş imkanlara malikdir. Eyni zamanda örtülü zonalardan əlavə 3 zona deyəsən mərkəzin həyətində də yeri həcmli bəzən ağır texnikaların nümayiş etdirilməsi üçün də zonalar var. İtalyanın pavilyonu. Venezuela. Türkmenistan.
yorulmayasınız. Litvanın pavilyonudur. Türkiye'nin pavilyonu həmişə olduğu kimi seçilən. Endonezya. Salam. Burada kim soruşayım, soruşalım. Bu dəbdəbəli pavilyon güman edirəm hansı ərəb ölkəsi olmalıdır. Onlar belə şeyləri sevirlər. Pavilyonda bir saray tikiblər. Əlbəttə ki, Qətər. Var dövlət partdadır. Və burada mən bir maşallah deyirəm. Siz də maşallah deyin. Dalıca mən bir inşallah deyirəm ki, biz də belə yaşayarıq. Yəni, söhbət bu pavilyondan getmir. Qətərdə olan, yəni mən gedib gözümlə görmüşəm və yəqin ki, indi hər biriniz YouTube'dan da izləmişsiniz. Bunların deyəsən hər şeyləri var kitabdan başqa. Bir 5-6 dənə kitab, ağıllı adamlar. Mahilə gəlir. Bunlar da yazı ləvazimatlarıdır, çox maraqlıdır. Əlbəttə xüsusi yazı ləvazimatlarıdır desəm, daha düzgün olar. Türkiye'nin pavilyonunda kitab çoxdur. Hörmətli izləyicilərim, əvvəldən sizə dediyim kimi mənim missiyam bu kitablarla sizi bir tanış etmək deyil. Bu missiyanı yerinə yetirən adam da inanmıram çətin tapıla. Çünki burada məncə 10 minlərlə, bəlkə də 100 mindən artıq kitab var, bilmirəm. Məqsədim, bura Gürcüstan pavilyondur. Baxaq görə burada nələr var. Məqsədim, kitab sərgisinin atmosferini sizə göstərmək, pavilyonları göstərmək, sadalamaq, Çili ölkəsidir və dediyim kimi, mən daxil olanda əvvəl yerli pavilyonları gəzdim, sonra dərhal xarici pavilyonlara keçdim. Bu pavilyonlar arasında keçid buradır. Yerli pavilyonları, baxın, uşaqlardır. Hərəsinin əlində kitab var və dini kitablardır. Pulsuz hər uşağa
müxtəlif 5-6 kitab verilib. Namaz haqqında, din haqqında və s. belə. Yenə də qayıtdıq öz pavilyonlarımıza. Bakı Dövlət Universiteti, Dillər Universiteti, hər universitetin öz kiçik də olsa pavilyonları var. Təbii ki, universitet nəşriyyat deyil. Pedaqoji Universitet, Xəzər Universiteti. Hörmətli izləyicilər, mən bilmirəm, məni nə dərəcədə eşidirsiniz. Mən düzdür, telefona yox, mikrofona danışıram. Ağzıma yaxındır. Bizim sərgilərin bir bədbəxtliyi var. O da, bax, həmin bu sərgi getdiyi halda, yəni kimsə kimdənsə söhbət eləməlidir. Hansısa bir pavilyonda, bax, müəllim oturub, mikrofonu açıb, Allahdan filandan danışır. 10 nəfər yarım adam var. Müəllim də qışqırır, qıpqırmızı qızarır. Amma yerdə qalanlar, kim ki mənim kimi film çəkmək istəyir, kim ki satıcılarla söhbət eləmək istəyir, ağız deyəni qulağa eşitmir. Təşkilatçılar, mən illərdir, yəni bu Bakı Expo açılandan bura gəlirəm və bu da bizim qanun nəşriyyatı. Birinci gün, bilirsiniz, Azərbaycanın ən böyük nəşriyyatıdır. Bakı Expo'nun açılışı günü 1 oktyabrda bu nəşriyyata ayrılan yerin başqa hansısa xarici dövlətə verildiyi haqqında söz-söhbət yayıldı. Və qanun nəşriyyatının sərgidən getdiyi elan olundu. Ancaq indi baxıb görürəm ki, sərgi burada uğurla davam edir. Alıcılar da var. Hiss olunur ki, bu pavilyona maraq böyükdür. Yenə də Qətərin uşaqlar üçün təşkil elədiyi pavilyon yetərincə böyük pavilyondur. Universitetlərin pavilyonları divar dibi düzülüb.
Mirvarid Dilbazi Poeziya Məclisi. Ben bunların ürettiğim aletler var. Bir de bunların başkası. Təhsil mərkəzi. Bu da bizim şən oğlanımızdır. Uşaq kitabları yazır. Azərbaycan uşaqlarından savayı demək olar ki, başqa dillərdə, xüsusilə rus dilində kitablar yazmaqla məşhurdur. Abituriyent jurnalının redaksiyası. Mütərcim Tərcümə Poliqrafiya Mərkəzi. Azərbaycan dili ilə çap olunmuyor bəzən. Amma biz sənə bir qələmlə hərfəcə hədiyyə Hardasa Yusif partladı. Bu QR kod vasitəsilə audio kitab yükləyib dinləmək mümkündür. Çəkilişdən sonra bəlkə gəldim. Sınaqdan keçirməyə. Elm və Təhsil Nəşriyyatı. İran'da bu kızım. Hansı ölkən pavilyondur? Bunlar illüstrasiyalardır. Bunlar kitabların illüstrasiyalarını bizim rəssam çəkib almışıq. Yəni yerlidir də, onda bizimki də Azərbaycan. Heç bir ölkə deyəndə Azərbaycan da deyəsən bir ölkədir. Uğurlar olsun. Ruhzadə oxudum. Ruhulladır. Hə, Ruhulladır. Hansıdır bu qardaşdır? Bəli. Bu da, hə? Bu. Hə, bu ki. Aydındır. Özüm də bildiyim, izləyicilərim də bildi. YouTube'da baxanlar da yəqin bilərlər. Sağ olun qızım. Əl işi sənəti, Milli Azərbaycan Tarixi, Milli Azərbaycan Tarixi Muzeyi. Gəlin burada baxaq, maraqlı olacaq yəqin.
Salam qızım. Uğurlar olsun. Bu nəşrləri muzey nəşr eləyib yoxsa Muzeyin öz nəşri. varmı öz nəşriyyatı muzeyin? Yox, muzeyin öz nəşriyyatı deyil, müxtəlif nəşriyyatlarda, ancaq əsərlər, kataloq, əsərlər muzey işçilərinin. Təbii, mən də elə anladım. Yəni YouTube izləyicilərim anlasın deyə qəsdən yönəldici suallar verirəm. Yaxşı edirsiniz. Bu işin içindəyəm mən. Kataloqlarda muzey eksponatları əsasında Hər deyən muzeyin nəşriyyatı yoxdur. təəssüflər olsun. Ki Louvre olsun, Ermitaj olsun, hər bir muzey. Amma Tarix muzeyidə Bəli, Milli Azərbaycan tarixi. Zeynalabdin Tağıyev kimi kişinin evində yerləşən muzeyin nəşriyyatı da olmalıdır, restoranı da. İnşallah ki, gələcəkdə olar. Ümid edirəm. Uğurlar olsun. Sağ olun. Maraqlananlar varmı? Bu il biraz azdır. Ötən illərdə daha çox idi. Tarixi hələlik yazırıq, oxumuruq deyəsən. İnşallah ki, olar. Uğurlar olsun. Sağ olun sizə. Əl işi sənəti. Salam qızım. Bu işlər harda hazırlanır? Bir yerdə yoxsa müxtəlif şəxslər tərəfindən, sexdə, zavodda? Biz deyəndə siz kimsiniz? Şəxsən sizin? Şəxsən mənim dəşlərim var. Aha. Əl işi sənəti. Bunu hər halda bir çox adam işləyir də təqribən. Burada neçə nəfərin əl işi var məsəl üçün? 4 nəfər. 5 nəfər. Bunları yəqin hamınız eyni yerdə hazırlayırsınız. Çünki bunlar bişirilməlidir. Siz əsas rəngləyirsiniz, belə başa düşdüm. Daha sonra bunlar gedir sonunda bişir, glazur olur. Rənglənəndən sonra bişir. Rəng nədən ibarətdir? Minalı rəng deyil, adicə rəngin tərkibi nədir? Mən izləyicilərim üçün soruşuram. Rənglər keramika rənglərdir. Çünki hər bir rəngi bişirmək olmaz. Bu rənglər təbii rənglərdir. Torpaqdan, daşdan hazırlanan rənglərdir. Kimyəvi rənglər deyil. Təbii. Təbii, bəli. Yəni əvvəl rənglənir, sonra bişir. Bəli. Biz Mən düzü başqa əksinə bilirdim. Boyalardan istifadə etsək, bu bişməz yəni. Glazur götürməz, bişməz. Glazur deyirsiniz də buna. Bəli, bu şirələnir yəni. Glazur bildiyim qədər mən bayaq bir söz işlətdim, mina. Eşitmisiniz də yəqin bu sözü. Minalı naxışlar, elə glazur deməkdir, mənə elə gəlir. Sonra mən lüğətdən dəqiqləşdirərəm. Hə. Mina yəni üstü lakla örtülmüş kimi bir rəng. Necə ki bu, belə. Elə boyalar da var. Aydındır. Şirəli boyalar da var. Aydındır. Hər halda burada da sizin bunu izləyicilərim üçün böyüdüm. Hörmətli izləyicilər, istəsəz bu mərkəz haqqında məlumatı buradan oxuya bilərsiniz. Uğurlar olsun qızım. Satış varmı? Salam, xoş gününüzə gələk. YouTube üçün film çəkirəm mən. Nəsə bir şey demək istəyirsiniz? Alıcılarınıza, oxucularınıza, izləyicilərə, Azərbaycan xalqına. Sabirabad rayonundan gəlmişik. Hardan? Sabirabad rayonundan. Aha. Yəni Sabirabad da adından məlum olduğu kimi Sabirin adını daşıyır. Hop-hopnamə deyəndə başa düşməli idim. Hə, onunla bağlıdır, onun adı. Yəni Hop-hopnamənin fəaliyyət özünü görmürəm, hop-hopnamənin. Satılıb, yəni qalmır oyun kitabları. Yəni elə gələn görür hop-hopnamədir. Ona görə elə birinci oyun kitabını istəyirlər. Gətirmişdik, satılıb. Amma belə deyək də, Yəni belə stendlərimiz də var. depoda, ambarda hop-hopnamə var. Nəyə görə fürsətdən istifadə edib gətirib hamısını satmırsınız? Yox, mən başa düşürəm sizi. Bizim özümüzün hop-hopnamə kitab mərkəzimiz var. Fikir verin, bax onun açılışı da olub. Artıq 2 ilə yaxındır. Sabirabaddadır bu. Sabirabaddadır. Bax bu gördükləriniz hamısı Sabirabadda yaranır. Sabirabadda bütün şəkillərdə, bax onu göstərir ki, Sabirabadda hop-hopnamə kitab mərkəzində
biz yazarların, şairlərin, tanınmış insanların kitab təqdimatlarıyla yanaşı onlarla görüşlər keçirdik. Nə gözəl, nə gözəl. Onlara misal olaraq xalq yazıçısı Anar müəllim olub bizim hüquqnamədə. Sonra Baba Vəziroğlu, Agil Abbas, Elxan Elatlı. Yəni o bizim hüquqnamədə. Bəs duzlu müəlliflərdən kim olub? Hələ inşallah Duzsuzları saydınız. Hə, təbii ki biz izləsə başlamışıq deyini. Onlar da inşallah Allahın köməyi ilə gələcək vaxtlarda onlara dəvət olunur. Uğurlar olsun. Çox sağ olun. Hiss olunur ki, Allah Sabirabada yolunuz düşsə gözümüzdə yer. valla mən özüm beynimə yazdım. Yolum düşsə, mən o hüquqnamə neçə cilddədir? Bizdə külliyyatı da var. Bir də onun deməli 6, 7, 8, 9, 10, 11-ci illər nəşriyyatları var bizdə. Ayrıca. Nəşr ayrıdır. Ümumiyyətlə cildlərin sayı nə qədərdir? Tom. Tom bir dənə, misal bir dənə böyük. Bir tom dənə. var, bəli, bir dənə. O boyda Sabiri bir dənə toma necə yerləşdirmişsiniz? Biz nəşriyyatlar yəni o Sabiri ümumiyyətlə nəinki cildə, ümumiyyətlə Sabiri Təbii. Azərbaycana Mən bu sualları oxucularım üçün verirəm ki, düşünsünlər. Nə var, nə yox? Sabir elə bir şəxsiyyət olub ki, Təbii. günləri onun haqqında nəinki biz Təbii. alimlər danışıb. Avropada durub oturub Nostradamus deyirlər. Özümüzün Nostradamusumuz var. Bugünkü gün üçün, sabahki gün içində bizim Mən sizlə möhürümüzü yapışdırıb. Çox razıyam. Çünki Sabir 6 ay Sabirabadda o qalıb, yaşayıb. Onun Sabirabadda böyük bir tiyanı var. Sabun pişirilən tiyanı. Yəni sizi inandırır. O həmin bu mərkəzdədir, yansa muzeydə. Mərkəzdədir, onun qohumlarındadır. Biz nə qədər xahiş elədik, hətta Mədəniyyət Nazirliyi çərçivəsində onlardan xahiş edirik. Siz nə qədər pul istəyirsiniz, biz verək, onu restavrasiya eləyək. Çünki artıq görürük ki, o məhv olub getmək üzrə. Material nədəndir ki? Materialı onun. Dəmir olur da hər halda. Dəmirdir demir. Belə çox qeyri-adi, bəlkə də tuncdur. Mən bəlkə də dəmirdir. Belə çox belə qəribə bir material. Paslanırsa dəmirdir, çünki alüminiumdur, tuncdur. Yəni Bunlar o atır belə tiyan belə atır. Onun şəkilləri də var. Mən göstərə bilərəm sizə də. Ev yiyəsi onun Rasimə müəllimə var idi. nə idi onun? Hə, deyirəm mən sizə. Rasimə müəllimə onun qardaşının nəvəsi idi. Hamı elə bilirdi ki, Sabirin öz nəvəsidir. Amma Sevda Tahirzadə gələndən sonra, Sevda xanım gələndən sonra biz məlum oldu ki, deyək ki, bizim rayonda yaşayan onun qardaşının törəmələridir, qardaşının. Sevda xanım da baxdı, o da dedi, amma vermirlər, o tiyanı vermirlər. Mən bu yaşımda bu məlumatı birinci dəfə eşidirəm, bu qazan məsələ. Əlbəttə onun sabun pişirdiyini orta məktəbdə də bilirlər, amma o qazan məsələsini mənə və izləyicilərimizə göstərə bilərsiniz. Söhbət həmin qazandan gedir də, hə? Bəli. Siz də bu mərkəzin işçisiniz də, təqdim edin özünüzü. Hər halda dil çaşar, istədiyini deyər. Uğurlar olsun. Mən pavilyona uzaqdan baxanda deyir, görünən dağa bələdçi lazım deyil. Bu tədbirləri, bu şəkilləri çəkmək üçün nəsə bir iş görmək lazımdır. Cəmaatı elə belə toya yığıb tədbir şəklini çəkməzlər. Həqiqətən bizim qanunda 2-3 ildir bu hüquqnamə yaradılır. Burada hər gün oxucumuz var. Mən bir İmtahana hazırlaşanlar, bizim kitabı almağa güc yoxdur, gəlib oturur, bu kitabla məşğul olur, oxuyur, gənə aparır, qoyur yerə. Azərbaycan vətəndaşı kimi çox şad oldum. Ümumiyyətlə incəsənətlə çox maraqlanıram ki, Sabirin vətənində, bax indi üzünüzə görə demək olmasın da, hər üç üzə mən baxıram, ciddi, savadlı, böyük-kiçik yeri bilən, hətta ayaq üstə dayanıb söhbət edirsiniz. Bunun özü elə bir nəşriyyat var ki, onu gözləkçidən savayı heç kim tanımır. Oturub yerində ayağını da qoyub stolun üstə məndən söhbət eləyir. Məndən yox, bununla söhbətləməyi anlamaq lazımdır. Yox, elə bizdə böyüyə hörmət var əsas. Hər şeyi silədim mən. Göstərim sizə. Burada Akşin müəllim Yenisey, burada Rüstəm Qismətovdur, Rüstəm müəllimdir. Əli çəkin. Bəli, Faiq Xudanlıdır, bir də Eldar Rüşov mənəm. Bir də təkrarlayın, buna qazandı. Deməli, bu Sabirin tiyanıdır, yəni sabun pişirdiyi, bax, tiyan budur. Sabirabadda, hal-hazırda Sabirabadda. Şəhərdə. Bəli, şəhərin mərkəzinin özündədir. O nümayəndələr də
təşrif buyurdular. Biz baxdıq, Tiyana baxış keçirildi. Nə qədər istədik, onu bizə vermədilər ki, biz onu təmin edəyək. Sabirov Tarix Diyarşünaslıq Muzeyində onu biz saxlayaq. Yaxşı, mən də şəkiliyəm. Belə bir köndələn sual çıxır məndə. Sabir dedikdə kimdir? Böyük adamdır, Azərbaycana sığmayan. Sabun pişirib. Cəbiş müəllim niyə pişirmək istəmirdi? Sabun niyə pişirmək istəmirdi? Mən sizə bir söz deyim. Deməli müəllim, ümumiyyətlə bəzi məlumatlar bizə yanlış gəlib çıxıb. Sabirin çox kasıb, yaxud çox belə deyək ki, səfalət içində yaşaması bizə məlumat verilirdi. Amma əslində elə deyil. Biz tarixi veriləyəndə ümumiyyətlə onun yaxınlarından biz o vaxtı ən varlı insanlar bax bu sabunu pişirərlərmiş. Və Sabirin o dövrünün varlı insanlarından biri olduğu göstərilir. Və varlı olmasına baxmayaraq, dövrünün varlı insan olmağına baxmayaraq, yenə də o dövrünün o xəbis insanların, varlı olub xəbis insanların həmişə ki, aşkarlayıb onu insanlara çatdırırdı. Cəbiş müəllimdə isə, Cəbiş müəllim dövrü isə tamam başqa idi. Mən o sualın cavabını bilirəm, elə belə. Hə, yox, mən bəlkə də bilmirəm, amma özümün məntiqi fikirlərim ola bilər ki, təbii ki, orada maddiyyatdan söhbət gedir ki, arvad istəyirdi ki, siz özü də o kinoda da görmüşsünüz, əslində o... Bəli, o fikir ona yox, arvadına, tamahkarlığa aiddir. Dünyanın mənası, məzmunu sabun pişirməkdə, yəni pulda, parada deyil, başqa insanlara xoşbəxtlik bəxş eləməkdədir. Onu Sabir bəxş eləyib və bəxş eləməkdə davam eləyir. Fürsətdən mən istifadə edeyim, üzr istəyirəm. Bu günləri müəllimlər günüdür. Cəbiş müəllim də müəllim olub. Bütün müəllimləri Cəbiş müəllimin timsalında təbrik edirəm. Onlara işlərində uğurlar arzu edirəm. Və arzu edirəm ki, doğrudan da Azərbaycan müəllimləri Cəbiş müəllim kimi mənəvi cəhətdən təmiz olsunlar. Bir-iki nəfər var. Tanıdıqlarımız var, bəli. Mən özüm də müəllimlərim var. Bir-iki nəfər var. Sağ olun. Uğurlar olsun. Əgər filmə baxmaq istəsəniz, Etibar Aliyev, Altərif. Etibar Altərif Aliyev. YouTube kanalında baxa bilərsiniz. Eyni adından da Facebook kanalıdır. Çox sağ olun. Siz sağ olun. Santiago Kitab Klubu, Ziya Bilik Mərkəzi, Pandora Nəşriyyatı, Salam qızlar. Mənim izləyicilərim üçün izah edə bilərsinizmi ki, balacalar üçün böyük dünyalar deyəndə nəyi nəzərdə tutdu bu pavilyon yaradıcıları? Biraz bəkdən danışın. Bizim Kibo adında nəşriyyatımız var. Siz bu tərəfə yaxınlaşın. Bir dəqiqə. Kibo nəşriyyatımızda balacalar üçün böyük dünyalarımız var. Müxtəlif çeşidli kitablarımız, peşə hekayələrimiz, sonra məktubumuz var kitabı, Saçaqlı qız kitabı və biz artıq 2023-dən bəri Kibo kitablarını çıxardırıq. Müxtəlif kateqoriyalara xitab edirik, 6-10 yaş kateqoriyalarına. Yəni, burada istədiyiniz mövzuda kitablar tapa bilərsiniz. Yəni, nəzərdə tutulur ki, uşaqların, müasir uşaqların öz yaşlarına uyğun, mən aradasa gözləyirdim, hətta özlərinin yaşlarına uyğun elmi, fizikadan, riyaziyyatdan və s. Seriyalarımız da mövcuddur, amma hal-hazırda bu sərgiyə çatmayıbdır. İnşallah uşaq sərgilərinə çatdıracaq onları. Aydındır, aydındır. Bizim nəşriyyatımız Kibo nəşriyyatı və Dastan nəşriyyatıdır. Yəqin ki, hörmətli izləyicilər, sizə də aydın oldu. Uğurlar olsun. Çox sağ olun. Və ənənəvi sual. Bəli. Hər kəsi sərgiyə dəvət edirik. Elə mən də onun üçün buradayam. Film olacaqdı inşallah, bir yarım saatlıq YouTube kanalında yerləşdirəcəm. Rastıza gəlsə baxarsınız.
Uğurlar. Gözde güzel. Salam qızım. Ağıllı bala. Oxu, düşün, yarat. Bu şüara uyğun hansı kitablarınız var? Yaratlıq barədə. Oxu, düşün, yarat. Yəni mənim borcum bu pavilyonlarda eyni zamanda Gələcək. bu yeni uşaq kimdir? Bu seriya çox maraqlıdır. 2 qalıbdır, amma 5 seriyası var yəni əlimizdə. Yəni məzmun nədir, istiqamət nədir bu kitablarda? Uşaqlarda tərbiyələndirmə, məktəb haqqında məlumatlar. Həm əyləncəli, gülməlidir, həm tərbiyələndiricidir. Aydındır. Və yəqin ki, tərcümədir də bunlar. Bəli, tərcümə. Hansı ölkədir? Türkiyədən. Uğurlar olsun qızım. Oxuyandan sonra adam şəkillərə baxır. Daha hiss eləyir də hadisə. Hiss eləyirsən. Hətta yəni şimdi şəkilə baxırsan, orada təsvir olunur. Yadını bilmirsiniz deyək ki, məsələn, adi gəlir. Hikayəsi Uşaqlar üçün maşallah indi çoxlu və keyfiyyətli kitablar. Ömer koyum arası. Oradakiler götürüyor. Məşhur Çapar nəşriyyatı. %50% indirim. Sərgidə deyəsən ən böyük indirim sizdədir, ha? Belə çıxır. 75%, 50%, 20%. Dəftərlərimiz var. 1 manatla 2 manatla. Jurnallarımız 3 manat. Uğurlar olsun qızım.
buradan görünür. Nəşriyyatların sayı gördüyünüz kimi çoxdur. Söhbət yerli Azərbaycanda olan nəşriyyatlardan gedir. Bir də ki, əgər bu nəşriyyatlar varsa, əgər bunlar xərc çəkib bu kitabları dərc edirlərsə və poliqrafiya məhsullarını demək alıcı var ki, bunu dərc edirlər. Yoxsa kitab elə bir şey ki, ambar üçün işlənəndə artıq istehsalçı bizim halda nəşriyyatçı həmin nəşri dayandırır. Necə ki, təqribən 90-cı illərdən məlum səbəblərdən başlayan eyni zamanda mənəvi böhran nəticəsində kitab dərci, kitab mağazaları, kitabxanalar, Hədəf nəşriyyatıdır. Bu da yetərincə tanınmış nəşriyyatdır. Həmin dövrdə hətta gənclər də yəqin xatırlayırlar. Kitab oxuyan yox idi demək olar ki. Və bu səbəbdən də kitabların dərci, satışı, hətta kitabxanalar bir-bir bağlanırdı, dərcidə dayandırılırdı. İndi maşallah həm kitablar var, həm satışı var, həm alan var, həm də oxuyan. Cavanşir müəllimin təqdimatı da başlayıb.